Salam, Ana Dil Akademiyasının dəyərli izləyiciləri. Bu günlərim OTK 9-cu sinif buraxılış deməli fənləri üzrə olan Azərbaycan dilinin sadəcə qrammatik hissəsinə baxacağıq. Bu cür testlərin həlli üçün isə səhifəmizi izləyək. Dərslərə qoşulmaq üçün isə aşağıdakı əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Deməli, ancaq əşya adı bildirən sözlərdən ibarət cümlədir. Biz bilirik ki, əşyanın adını isim bildirir. Deməli, ancaq isimdən ibarət olan cümləni seçməliyik. Səbir ağlın xəzinəsidir. Ağlın xəzinəsidir nə? Səbir. Səbir isimdir. Ağıl isimdir. Xəzinə isimdir. Digərlərinə baxaq. Sənət tükənməz xəzinədir. Nədir? Xəzinədir. Nə? Sənət. Necə, nə cür? Tükənməzdir. Burada feili bağlamadır. Ona görə B variantı çıxdı. Nikbinlik böyük insanlarda sərvətidir. İnsanlar deməli nədir? Sərvətidir. Kimin? Böyük insanların. Nə? Nikbinlik. Burada sərvət isim, insan isim, böyük sifət, nikbinlik isim. Daha sonra qəzəbin dərmanı susmaqdır. Nədir? Susmaqdır. Nə? Qəzəbin dərmanı. Deməli dərman isim, susmaq. Feil, qəzəb isim. Həsəd dəhşətli xəstəlikdir. Nədir? Xəstəlikdir. Nə? Həsəd. Necə, nədir? Nə tərzdə? Dəhşətli. Burada da zərfdir. Yəni zərf rolunda. Deməli, bir də doğru cavab A-dır. 2. Nöqtələrin yerinə hansı sözü əlavə olunsa, nümunə məcazi mənalı olar. Ürək döyünür. Ürək həqiqətən də döyünə bilir. Ürəyə getdi. İnsan ürəyə gedə bilər. Ürək sol tərəfdədir. Həqiqi mənadadır. Ürəyi sağlamdır. Həqiqətən də ürək sağlamdır. Ürəyi müayinə olunur. Həqiqətən də müayinə olunur. Ürəyə getdi. Ürəyə getdiysə həqiqi yox, məcazi mənadır. Həqiqətən də ürək gedə bilməz. Ona görə doğru cavabımız B variantı. Yerinə görə hansı sözləri mənsubiyyət və ya hal şəkilçili isim hesab etmək olar? Deməli, sənin vətənin, sənin vətənin oradadır. Oradadır, nə? Sənin vətənin. Burada mənsubiyyət şəkilçisi kimi vətənini darda qoyma. Qoyma. Nəyi? Vətənini. Burada da vətənin sənə ehtiyacı var. Sənin vətənin sənə ehtiyacı var deyə bilmirik. Ona görə vətənin sənə ehtiyacı var. Deməli, hal şəkilçisi də biri götürürük. Daha sonra biri götürürük deyə A, B variantları çıxır. Daha sonra vətəni. Onun vətəni həmişə deməli necə deyə bilərik? Onun vətəni həmişə qalibdir. Burada mənsubiyyət şəkilçisi. Vətəni darda qoymaq olmaz. Burada isə hal şəkilçisidir. Deməli, E variantı da getdim. Oxumağın, sənin oxumağın. Oxumağın gözəldir, sənin oxumağın gözəldir. Burada sadəcə mənsubiyyət işlənir. Çaydanı. Çaydanı mənə gətir. Burada deməli, hal şəkilçisi. Onun çaydanı daha gözəldir. Burada isə mənsubiyyət şəkilçisi 4-ü də götürürük. Qarabağımıza. Bizim Qarabağımıza heç bir düşmən gələ bilməz. Burada mənsubiyyətdir. Qarabağımıza qələbə həmişə yaraşır. Bizim Qarabağımıza yenə demək olur. Deməli, mənsubiyyətdir. Götürürük 1, 2, 4, C variantını. 4. Klasteri tamamlaya bilən sözlərdir. Omonim kimi işlənmir. Deməli, omonim kimi hansı sözlər işlənə bilmir? Birinci onları qeyd edək. Omonim kimi deməli, vurğusu dəyişməklə mənası dəyişən sözlər, homoqraflar işlənə bilməz. Məsələn, bildir, vurma, bölmə, qovurma. Daha sonra omonim kimi işlənə bilmir paronimlər, yəni bir hərfinə görə fərqlənənlər. Məsələn, qəlb, sonra əsir və s. Bir də ki, homoformlar isə başlanğıc forması fərqlənən sözlərdir. Məsələn, əsir. Burada birincisi
deməli əsmək feilindəndir. Birində əsir tövcüdür. Başlanğıc forması fərqlidir. İndi burada da baxaq. Deməli birinci aş. Biri var aşmaq feili, bir də var aş ismi. Deməli biri bir homonim kimi işlənə bilir. Ona görə A ilə C çıxdı. Bir dəqiqə bunlar belə çıxardım. A ilə D çıxdı. A neymiş üzrsən? C ilə D çıxdı. Süzmə. Biri var çayı süzmə. Deməli mamə vurğu qrammatik şəkildə olduqda vurğu qəbul etmir. İsim düzəldən və sifət düzəldən leksik şəkildə olduqda isə vurğu qəbul edir. Ona görə 3'ü götürürük. Ona görə B variantı da səhvdir. Bir də görüş. Görüş. Biri var deməli görüş. Biri var onunla sən görüş. Bir de var ki görüş. Gəlir. Gəlir isə iki mənada işlənir. Biri var ki o gəlir. Bir de var ki gəlir gətirmək. Hər iki sözün kökü gəldi. Yəni gəlir. Birində gəlir mənasında. Birində də o gəlir. Bizi deməli başlanğıc forması gəlirdi, qrammatikdir. Birində isə başlanğıc forması gəldi, qrammatikdir. Ona görə 2-3 doğru cavab E variantıdır. Hal şəkilçisi qəbul etmiş hansı sözlər isim deyil? Vətənə, qocalardan, igiddə, günəşdə. İsim deyil. Deməli qocalardan isim deyil. İgid də isim deyil. Doğru cavabımız 2-3C variantıdır. Qalın saitlərin sayı ilə kar samitlərin sayı bərabər olan sözləri müəyyən edin. Kar samitlər və qalın sayılar. Qalın sayılar hansılardır? A, I, O, U. Kar samitlər isə saatlar. Saatlarda cingiltili samit var. Deməli saatlar. R cingiltili samiti deyə çıxır. Bir getdi. Armudduq. D cingiltili samiti 2 getdi. 1-2 olan var. A gedir. B gedir. E gedir. C gedir. Cavabımız D variantlıdır. Palıtdıq. A üzrü sayını eyni olsun deyir. Deməli səhv oxumuşam birinci. Saatlar sözündə deməli 3 dənə qalın sait var. Saatlar. 2 dənə də kar samit var. Deməli bir getdi. A variantı və B variantı, C variantı gedir. Armudduq. 3 dənə qalın sait var. Armud. Qalın saytların sayı kar samitlərin sayına bərabər olacaqdır. Baxın, bir dəqiqə uşaqlar. Buranı ağ eləyim. Burada tələffüzləri yazaq, elə baxaq. Bir dəqiqə. Deməli saatlar. Elə mən saatlar. Sonra armudduq. Deməli 2 dənə qalın sait var. 2 dənə də kar samit var. Deməli bir olan variantları götürürük. E variantı ilə D variantı çıxdı. Bu 1-2-dir. İndi sadəcə buranı silə bilmirəm deyə göstərə bilmirəm. Armudduqda 1, 2, 3 qapalı sait var. Qalın sait var. T ilə X isə açıq deməli kar samitlərdir. Kar samit var. 2 olan variant, yəni A variantı, E variantı zaten D-də getmişdi. 3'ə baxaq. 3 nədir? Palıtdıq. Deməli indi bunları deməli silək. Dəqiqə. Biz biri götürdük. 2'ni götürmədik deyə 2 çıxdı.
Bir də yoxdur deyə bu çıxdı. Qaldı 1, 3, 4 və 1, 5. Palıtlıq yazaq. Palıtlıq. Deməli 1, 2, 3. 3 kar. 1, 2, 3. 3 də qalın. Deməli 3'ü götürürük. 3'ü götürürüksə bu variant deməli C variantı da çıxır. Cavabımız B variantıdır. Yenə də digərinə baxaq 4-ə. Sapsarı, sapsarı. 1, 2, 3. P'sı 1, 2, 3. Düzdür mü? Sonrakı. Sonrakı. Burada 1, 2, 3 dənə qalın. 1, 2 dənə də cingiltili var. Üstündən 2 dənə də qalın var. 3 qalın, 2 dənə də kar var. Deməli uşaqlar, dediyim nədir? Görürsünüz müəlliminiz də yanlış eləyə bilir. Heç avaq belə ifadə istəyəndə onları təhlil eləmədən yazmayın. Deməli doğru cavabımız, yəni tələffüzünü qeyd edin. Çünki qalın saitlərdir, kar samitlərdir. Bunların hamısı onların əsasən tələffüz əsasən götürülür. Hecalara ayrıla bilən, ancaq sətirdən sətirə keçirilə bilməyən sözləri müəyyən edin deyir. Deməli, biz onu unutmamalıyıq ki, heca və sətir eyni anlayış deyil. Elə sözlər olur ki, hecalara bölünsə də sətirdən sətirə keçirməsi mümkün deyil. Bunlardan məsələn, elan, elan, olur, ənk. Bunlar sətirdən sətirə keçirilsə də, amma üzrü sayın hecalara ayrıla bilsə də sətirdən sətirlə keçirilə bilmir. Doğru cavabımız. Sonra cümlələrdə altından xətt çəkilmiş sözlərlə bağlı uyğunluğu müəyyən edin. Bir-biri ilə antonim sözlərdir, bir-biri ilə sinonim sözlərdir. Deməli, antonim nədir yadımıza salaq? Əks mənalı sözlərə antonim deyilir. Ədəbiyyatda bu bədii təzad yaratmaq üçün istifadə edilir. Kökləri eyni olan sözlər antonim hesab edilmir. Daha sonra antonim eyni nitq hissəsinə aid olmalıdır. Müxtəlif nitq hissəsində, məsələn, çiğ, bişməmiş, biri sifət, biri də fe'li sifət olanlar antonim hesab olunmur. Məsələn, şirin, şəkər, şəkər isim, şirin sifət, bunlar da hesab olunmur. Daha sonra sinonim isə deyilişi və yazılışı müxtəlif, mənası eyni olanlardır. Sinonimlər özləri iki yerə bölünür. Tam sinonimlər və nisbi sinonimlər. Tam sinonimlər əsasən tam şəkildə, məsələn, gözlük, eynək, hər cümlədə bir-birini əvəz edə bilir. Amma məsələn, ürəyim ağrıyır, könlüm ağrıyır demək düzgün deyildir. Daha sonra yenə sinonim, antonimlərdə oxşar cəhətdə hər ikisinin eyni nitq hissəsinə aid olmasıdır. Sinonim və antonimlərin hər ikisinin bir hissəsi düzəltməmi ola bilər. Daha sonra deməli, güc müdafiə zamanı deyil, hücum zamanı bilinir. Deməli, hücum bilinir. Nə hücum? Müdafiə zamanı deyil, nə zamanı müdafiə. Deməli, müdafiə ilə hücum antonimdir. Biri A variantıdır. A variantı olduğuna görə eynən C variantı silinir. Daha sonra vaxtımın əksəriyyəti təhsilə, azı istirahətə xərclənir. Əksəriyyətlə az sinonim deyil. Az çox ola bilərdi sinonim, amma azı çoxu. Əksəriyyətlə az sinonim demiş, üzr istəyirəm, antonim deyil. Deməli, A variantı da silinir. Daha sonra geridən gələnlər irəlidəkilərə çatdılar. İrəlidəki ümumiyyətlə geri, irəli antonim deyil. Çünki geri, yəni heç sinonim belə deyil. Geri zərfdir. İrəlidəki sifətdir. C variantı da səhvdir ona görə. Hətta burada C-ni götürüb sinonim kimi verirlər. Tamam, səhvdir. Vətəni qorumaq, müdafiə etmək məqsədi müqəddəs işdir. Qorumaq, müdafiə etmək ikisi də feildir, sinonimdir, doğrudur. Həqiqət bir daş qədər sərt, bir qönçə qədər yumuşaqdır. Sərt, yumuşaq, ikisi də antonimdir, D variantı. Daha sonra hansı bənddəki sözlərin sonuncu hecası ancaq saitdən ibarətdir? Sonuncu heca. Deməli, hecalara bölmək lazımdır. Daşdır. Burada samit var. Sonra dayı,
mi samit var. Bədi samit var. İbtidai götürə bilərik. Əmtə. Bir də əmtə B variantıdır. Hansı sözün mənası izaha səhv verilib? Vüsət. Deməli, hansı sözün mənası səhv izah edilib? Redaktə etmək, hər hansı mətni yoxlamaq düzdür. Fövqəladə adi sıradan yox, fövqəladə qeyri-adi mənasını işlənir. Ona görə doğru cavabımız B variantıdır.